Salam kanalımın değerli izleyicileri, kanalıma yeni vloguma hoş gelmişsiniz. Bugün toyuğumuz külk olub, onu istəyirəm ki altına yumurta koyum, bastırım. İndi istəyirəm onu tutam. Onun altındaki yumurtaları götüreceğim. Sonra onun altına ördək yumurtalarımız var. Ördək yumurtası koymaq istəyirik. Yoldaşım bunlara xət çəkib. İndi qəşəngcə otunu yenilədim. Onun üçün yuva düzəltdim. Ondan sonra da bu yumurtaları altına qoyuram. Qəşəngcə qoyuram yerinə. İnşallah ki balası çıxanda sizinlə də paylaşacağım. Görək də. Burada bir də hinin üstündə oturub. Burada qəşəng bir qab var. Elə qəşəng yerdə oturub, qəşəng yerdə də külk olub. Ona görə dəymədi, yerində dəyişmədi. Dedi elə harda külk olubsa elə orada da bastıraq. Artıq yumurtaları hamısını düzdüm, yerini düzəltdim. Sonra bir dənə qəşəngcə daş qoyuram, yumurtaları sürüşməsin, düşməsin deyə. Ona görə daşı qoyuram belə. Sonra itəlirəm lap dib hissəsinə, qalsın orada. Yumurtalar çıxmasın. Baxdı belə, bakın içinə girib, orada külk olmuşdu. Bastırdım, artıq inşallah ki yaxşı bala çıxardar. Hə, xanımlar, burada isə uşaqları gətirmişik əylənməyə. Bu Masallı Prospekt Ticarət Mərkəzidir. Əyləncə mərkəzi var uşaqlar üçün, çox gözəldir. Kaş ki bizim kəndimizdə də belə yerlər olsun. Ara sıra adam uşaqları aparıb gəzdirsin, uşaqlara xoş olur. Uşaqlar çox sevindilər, həm də əyləndilər, maraqlı bir gün keçdi. Arkada da rəfiqəmin qızıdır. 7 il idi, kəndə gəlmirdilər, Əsrədə olurlar, həm də yaxın qonşumdur. O balaca qızını götürdüm, mən də Muradı götürdüm. İkimiz gəldik, birlikdə uşaqları əyləndirdik. Artıq burada onlara yemək sifariş elədik, yeməklərini yedilər. Sonra gedərik, mən öz kargolarımı götürəcəm, sifarişlərimi. Sonra gələrik evə. Artıq burada gəlmişəm kargomu götürməyə. Burada isə hər şey tez bazar, kaş ki belə tez olsun. Montajları ard-arda eləmişəm, hər şey bir dəqiqə ərzində görsənir. Amma neçə saatlar vaxt keçib artıq üstündən. Burada gəldim, öz sifarişlərimi açıram. Öz deyən yerdə çoxu müştərilərindir, yenə hər zamanki kimi. Bəziləri də mənim də var burada. Bu xanımlar üçün krasovka modelidir. Çox gözəl, keyfiyyətli gəlmişdi. Qiyməti 23 manat. Ölçüsü 41 ölçüdür. Özüm də bəyəndim. Tikişləri, forması çox gözəl krasovka modeli idi. Bu isə 100 ədədi 10 manat idi. Ağrılar üçündür. Dizdə, boyunda ağrılar olur. Onları üzərinə qoyursan, bunu yapışdırırsan, ağrını çəkir. Bu isə koftadır. Özüm üçün sifariş eləmişəm. 13 manat qiyməti, el ölçüdür. Mənim gördüyünüz kofta ürək var yaxasında. O isə bitmişdi. Onun linkini paylaşa bilmədim, amma sırf onun materialından prosto görünüşü başqa formada idi. Koftam el ölçüydü. Bu da çantadır. 13 manat. Belə qəşəng gündəlik istifadə eləməyə çox rahat çantadır. Bəyəndim. Bu isə paslanmaz poladdan ləgən dəstidir. Gündəlik istifadə eləməyə, salatlarda, xəmir yoğuranda, yəni hər formada istifadə edə bilərsiniz. Özüm üçün sifariş eləmişəm. Qiyməti 18 manat. Çox gözəl gəlmişdi. Bəyəndim. Üzərində ölçüləri də qeyd olunub. Keçək digər bağlamamı açaq. Bilmirəm, yadımdan çıxıb, unutmuşam artıq nələr var içində. Bu kaşlok deyil, bu çantadır. Bu 14 manat qiyməti. Qiymətlərinə digər telefonda baxıram. İndi sizə beləncə səsli formada səsləndirirəm. Bu çanta da çox gözəl gəlmişdi. İncə və şık çantadır, bəyəndim. 14 manat qiyməti.
Bu isə çöp qabıdır. 2 ədəd sifariş eləmişəm müştəri üçün. 9 manat qiyməti. Digərini açmadım. Elə belə bu açılmış versiyasını göstərdim sizə. Çox gözəl idi. Bu isə xanımlar üçün kablukdur. Çox gözəl gəlmişdi. Kabluk da həmçinin keyfiyyətli, həm tikişləri, həm görünüş cəhətdən. 38 ölçü vurmuşdum, elə 38-də gəlmişdi. Bəzən orada ölçülər bir ölçü iri gəlir, amma yəni bizim ölçülərlə uyğundur. Misal üçün mən 39 vururam, 40 gəlir, amma bizim 39 sayılır, yəni. Amma bu sırf sifarişim elə 38 idi, 38-də gəlmişdi. Yəni firmadan firmaya ölçülər dəyişə bilir. Bu isə qətibə dəstidir, 13 manat. Bu isə, yenə deyirəm, bu isə sizi bezdirirəm qızlar. Ona görə bu çanta 14 manat, turuncu rəngdə, çox gözəl gəlmişdi, keyfiyyətli. Digər bağlamamı vaxtım olmadı, aça bilmədim, saxladım sonraya. İnşallah vlogumun axırında digər bağlamanı da açarıq. İndi isə ot biçən gəlmişdi. Həyətlərimiz maşallah olsun dizə qədər ot olub. Hər yan otdur, gəzmək olmur da, adam ayaqları islanır. Ot biçən otlarını biçirdi. Mən də onlara çay dəmlədim, verdim. Sonra bu quzu balası elə bir ki olub, təzə olub anadan. Çox zəifdir. Artıq burada bir gün öncə çəkmişdim bu videomu. Artıq bu quzu bala öldü, demək olar rəhmətə getdi. Çox zəif idi. Ona südlə yumurta da verdim quzu balasına. Dedim yesin, biraz qidalansın. Gördüm yox, nədənsə zəif idi. Bugünə də şükür, yenə həyatda hər şey ola bilər. Bəzən görsən yaxşı olur, bəzən görsən zəif olur. Qoyundan qoyuna fərq eləyir də. Burada gəlib hirimizdə, bağımızda artıq otları vurur, həyətin otları bitdi. Artıq bəzilərini yığmışam. Belə qrabili vasitəsilə yığıram. Yığandan sonra da arabaya yükləyirəm, aparıb digər tərəfə boşaldıram ki, həyət təmiz görünsün, yəni həyətdə otlar qalmasın. Belə yığmışam. Bəstin qaynanam yığıb, bəstin mən yığmışam, əl-ələ vermişik. Maşallah olsun, həyət böyükdür deyə. Ona görə otlar da çoxdur. Xanımlar, istəyirəm özüm haqqında sizlərə məlumat verim, neçə yaşım var. Mənə bəzən yazırsınız yorumlarda, maraqlıdır, bilirəm sizlər üçün də. Ona görə az da olsa səsləndirim, özüm haqqında məlumat verim. Mənim 33 yaşım var, adım Şəhladır, orta təhsilliyəm. YouTube kanalı çoxdan açmaq həvəsində idim, yoldaşım icazə vermirdi. Nəhayət bir gün qərara gəldi ki, aç. Dedi mənə, aça bilərsən, amma bir şərtlə üzün görsənməsin. Ona görə mən də şərti qəbul elədim. Dedim, əsas odur, bacardığım işləri sizlərə paylaşım. Ev işləri, gördüyüm günlük yemək bişirmək, ev işləri, getdiyim, gəzdiyim yerlər, nələrsə paylaşmağı sizlərə inşallah növbəti vloqlarda çəkəcəm. Mənim 3 övladım var. Allah bütün balaları qorusun, bizimkilər də onların içində. 3 oğlum var, böyük oğlum 15 yaşı var, ikinci oğlumun 13 yaşı var. Ən son beşiyimizdə, ən axırıncı 2 yaş yarımdır. Belə qaynanam, qaynatamla yaşayıram, kənd həyatında. Beləsinə günlük təsərrüfatla, sonra onlayn işlə məşğulam. 2 ildir artıq onlayn sifarişlər gətirirəm. Öz müştərilərim var. Belə Temunan işləyirəm. İnşallah ki, nə qədər sürər onu daha bilmirəm. İnşallah ki, hələ ki işləyirəm belə. Başqa nə suallarınız olsa yorumlarda yazarsınız, cavablayaram. Təzə ev tikmişik. İnşallah bir gün vlog paylaşacağam. Təzə ev turu. Hələ ki yavaş-yavaş remont gedir. Belə
Elə eyni həyətdə tikmişik. İnşallah ki, bir gün paylaşım edəcəm. Bizdə qohum evliliyi idi. Əmim oğluna ailə həyatı qurmuşam. Mamamgillə qapı qonşuyuq demək olar ki. Hə xanımlar, mənim haqqımda bu qədər. Yenə nələrsə bilmək istəsəz yazarsınız yorumda, cavablayaram. İndi isə keçək tema bağlamama. Bu isə xanımlar duz qabıdır. Belə gözəl görünüşlü. Həm dekor kimi, həm də duz qabı kimi istifadə eləmək olur. İki başlığı var. İstəyə görə sumaq, duz, istiot, yəni özünüz zövqə görə nələr istəsəz tökə bilərsiniz içinə. Qiyməti 29 manat. Müştərim sifariş eləyib. Çox gözəl gəlmişdi, incə və şıq. Bu isə ət doğrayıcı blenderdir. Çox gözəl keyfiyyətlidir. Ət, soğan, hər şey doğramaq olur. 5 litrdir. Qabı dəmirdəndir. Xanımlar, mən Temonun bu özəlliyini sevirəm ki, çünki 3 ay ərzində sifarişi gətirirsiniz. Yəni istər paltar olsun, istər elektronik belə əşyalar olsun. Yəni sifarişi gətirirsiniz, keyfiyyətini bəyənmirsiniz, onu qaytara bilirsiniz. Elə nə ödəniş eləmisinizsə, Temo elə o pulu bəyənməsəz, qaytarandan sonra sizin kart hesabınıza otuzdurur. Yəni siz orada heç bir şey itirmirsiniz. Bu blender 500 voltdan ibarətdir. Çox gözəl keyfiyyətlidir. İstəsəz siz də sifariş edə bilərsiniz. Nəyi bəyənirsiniz, nəyi bəyənmirsiniz yorumlarda yaza bilərsiniz. Bu günlük bu qədər. Hələlik.